Gəlsə, bugünkü mövzumuz 4-cü sinif ingilis dili böyük summativ qiymətləndirmə nümunəsi 2. What is she doing? O nə edir? Velosiped sürür. Climbing trees ağaca dırmaşmaqdır. Riding a bike velosiped sürməkdir. Bizə lazım olan variant budur. Qaçmır. Running. Hoppanmır. What kind of sport is it? Deyir, hansı növ idman növüdür? Tennis. In which month do we celebrate Children's Day? Bu cür testləri yaza bilmək üçün söz bazasının yaxşı olması lazımdır. Yəni 4-cü sinifdə keçirilmiş sözləri yaxşı öyrənmiş olmalısınız. Deyir, hansı ayda biz uşaqlar gününü qeyd edirik? Hansı ayda? June, iyun ayında. We often go to the beach. Yəni hara gedirik? Çimərliyə gedirik. Hansı ayda gedirik? İyul ayında. Choose the correct variant. Düzgün variant istəyir. Yəni, what is the date today? Tarix soruşur. Tarix soruşanda biz ayla, günlə, ayla birlikdə, yəni günün işlədərək cavab verməliyik. It is hot today. Hava necədir sualının cavabıdır. It's Monday. Hansı gündür? Həftənin hansı günüdür? Soruşanda cavab veririk. Biz isə tarixi deməliyik. Mayın 11-i C variantı. What do you like to eat? Yeməyi nəyi xoşdurursan? Yemək deyirsə, qazı su olmaz, su olmaz, meyvə şirəsi olmaz, hamburger olar. Cümlə düzəldin deyir 7-ci testdə və baxırıq ki, sual cümləsi olmalıdır. Ona görə cümləmiz can ilə başlayır. Can, sonra mübtəda, sonra feil, sonra isə tamamlıq. Azərbaycan dilində qrammatikasını yaxşı öyrənmiş uşaqlar ingilis dilinin qrammatikasını tez qəbul edə bilirlər, öyrənə bilirlər. They are washing the car. Onlar maşını yuyurlar. Onlar maşını yuyur. Yes. Write the numbers in order. Deyir ki, rəqəmləri sırayla yazın. Və baxın uşaqlar, görürsünüz hamısında TY şəkilçisi var. Rahatdır, yəni. Deməli, 20-90 arası sayılar 2-dən 9-a kimi olan rəqəmlərə TY şəkilçisi artırmaqla düzəlir. Məsələn, indi 4 sözüdür, 4. Ona T-yi artırırlar. Prosta burada U hərfi düşüb ama. Sonra 5 sözüdür, bu olub 50. Ümumiyyətlə, uşaqlar, yadınızda saxlayın ki, bir dənə 5-də 5 olur. Qalan bütün 15-də 50. 15. Sonra 50-də də 50 və 5-ci sözündə də 50. Fikir verdiniz? 5-dən düzələn rəqəmlərdə bir dənə 5 sözü özü belə yazılır. Qalan hamısında 50 yazılır. Bunu yadınızda saxlayın. Və tələffüzdə 15 belə deyil. Elə 50. 15, 50, fifths. Okay. Deməli 40, 50, 60, 60 demək, 60-dan sonra, yəni 6-dan sonra 7 gəlir. 7-ni yazıram və ona TY artırıram. 80, 80, 90 və 100 isə 100. Uşaqlar, 100-i tək başına yazmayın. 100 yazanda siz onun qarşısında ya 1 yazmalısınız, ya 1, ikisindən biri ola bilər. Ya da 100. With which words do we use to play? To play sözü ilə hansı sözləri istifadə edə bilərik? Oynamaq sözdür to play. To play trees, ağacla oynamaq olmaz. Ağacları oynatmaq, nəsə belə bir şey olmaz. To play ball, bəli, belə bir ifadə keçmişsiniz 4-cü sinifdə. To play on the swings, bu da olar. To play a bike, velosiped oynamaq olmur, velosipedi sürürük. To play the drums, musiqi alətlərində ifa etmək mənasında to play işlənir. Düzgün variantları seçin deyir. Buranı bir təmizləyim ki. Aha. Düzgün variantları deməli uşaqlar bilirik ki, deməli gecə saat 12-dən, yəni 24:00 və ya 00 dediyimiz vaxtdan günorta saat 12-yə qədər olan vaxt gecə 12, bu da günorta 12, günorta.
Oğlan vaxtları AM ilə veririk. Amma günorta 12-dən gecə 12-yə qədər olan vaxtları isə biz PM ilə veririk. Yəni, məsələn, belə veriblərsə, tutaq ki, 12 AM. Bu, gecə vaxtıdır. Bunun midnight olur bu, midnight. Amma 12 PM. Bu olacaq noon, yəni günorta, noon. Bunları artıq keçmişsiniz. Biraz uşaqlar bunları yadında saxlamaqda çətinlik çəkirlər. Gərək davamlı təkrar eləyəsiniz ki, bunu yadınızda saxlayasınız. İndi baxaq uşaqlar. PM deməli axşamdır, AM isə səhərdir. İndi deməli birincisinə baxırıq. 7 PM, yəni axşam vaxtı in the evening doğrudur, uyğunlaşma doğrudur. Bunu seçdik. Sonra 12 AM. AM dedik ki, nədir uşaqlar? Midnight'dır. Buna İngilis gecə yarısı deyir. Gecə saat 12 tamam. İngilis üçün midnight'dır. Və midnight'la noon saat kimi hesab olunduğuna görə onların qarşısında söz önü də at olur. Dəqiq saatı göstərdiyinə görə. At midnight, at noon. Aha. Deməli 2 səhvdir ona görə və 6 AM morning doğrudur. 3 AM night. Və 3 AM night deyil. İngilisin düşüncəsinə görə bu morning gedir. Ona görə də biz ona gecə deyirik, amma İngilis ona morning hesab edir. AM olanlar morning kimi hesab olunur və ya late night. Əslində bu biraz çelişkili. Onu salmasaylardılar daha yaxşı olardı. Anyway, 4'ü götürmürsünüz. Düzgün olanı götürürsünüz. 1, 3. Amma Azərbaycan variantı gedib, onun night'ı müəlliminiz düzdə götürürlər. Amma siz götürməyin hər ehtimal. Sözləri uyğunlaşdıraq. Wash the dishes, set the table, make a snack. Keçmişsiniz. İfadələri yaxşı öyrənin. Play the drums. Şəkillərlə uyğunlaşdıraq. Budur. İp atlamaq budur. Jump rope. Paint, rəngləmək budur. Bir şəkillərə bax. Düzgün variantı seç. Yəni true doğru deməkdir, false yanlış deməkdir. İndi biz seçməliyik ki, şəklə əsasən hansı doğrudur? Yəni bu cümlə doğrudurmu, yoxsa yanlışdırmı? He can play volleyball. O voleybol oynaya bilir, amma şəkildəki voleybol oynamır. Topla kick eləyir, yəni futbol oynayır. Ona görə də bu olur false. She can jump rope. O ip atlaya bilir. Bəli, true, doğrudur. Read the passage and answer the questions. Deməli, passage oxuyun və suallara cavab verin. Sloths like trees. Tənbəl heyvanlar, yəni ərincəklər ağacı xoşlayır. They can climb trees, but they are very slow. Onlar ağaca dırmaşa bilirlər, amma çox astadırlar. Sloths can swim too. Onlar üzə də bilir. They have big arms. Onların böyük qolları var. Sloths can sleep for 2 hours in one day. Onlar bir gündə 2 saat yata bilirlər. Burada 2 yox, əslində çox olmalıdır. Choose a correct variant. Düzgün variantı seçək. Sloths don't like trees. Amma burada deyir ki, sloths like trees. Ona görə A getdi. Sloths are fast. Sürətlidirlər. Xeyr, sürətli deyirlər. Sloths can swim. Üzməyi bacarırlar. Yes. How many hours can sloths sleep in one day? Bir gündə neçə saat yata bilirlər? 2 hours. Burada 2 saat verilib deyə biz də 2 saatı seçirik. What does the underlined word refer to? Altına axır çəkilmiş söz nəyə aiddir? Deməli uşaqlar, burada belə bu görürsünüz, burada deməli zeyn altına axır çəkiblər və adətən bu cür testlərdə altına axır çəkilmiş söz özündən əvvəlki cümlədə verilmiş ismin əvəzləyicisidir.
Özündən əvvəlki cümlə budur. Düzdür uşaqlar? Və burada ismi tapaq. Can modal feili bu deyil. Swim üzməkdir. Bu da deyil. To əlavə sözdür. Ona görə slots. Deməli nədir? Söhbət nədən gedir? Slotsdan. Write the antonym to the word fast. Fast sözünün antonimi nədir? Slow. Asta. Və bu videoluq bu qədər uşaqlar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Videoları paylaşın. Və ümid edirəm ki, faydası toxunar. Sizə bol şans, uğur arzulayıram. Sağ olun.